Nə olub? Böhtanları burada 8 ilə qədər iş düşür. Ham indi uşaqları var. Mən elə şey adam deyiləm. Elə yox, Vəfa verməyib axtarışı. Axtarışı məhkəmə verir canım. Vəfa məhkəmə sədridir. Başa düşmədik. Daha yoxda heç bir şeydir. Orta məktəb düzəməli şah bilmir, atistatını alıb almayıb. Vəfa kimdir ki, axtarış verə? 3 bəsdir, yaxşı. Gəlsin, görək. Görək, yaman. Gəl indi səni. Nə olsun, Azər, burada Rusiyada türmələr doludur əcnəbi vətəndaşlarla. O qədər xarici vətəndaş var Azərbaycanda tutublar. Qanunu pozub, qanun. Gəlsin, cavab versin. Bunu bu vəziyyətə aparıcılar çatdırdı. Aparıcı reyting yığmaq üçün bunu çağırdılar, tırkaladılar. Bu da danışdı. Adam çox danışanda çox səhv eləyir. Üzüklərim indi gəlib göstərirəm də sizə. Necə, hansını bəyəndiniz? Necədir? Aparıcılar elədi. Burada vəfalıq da nə yazıb? Başımdakı bu günləri gördüm, saçımı yusam, lap yoxlayaram. Saçımı bununla düzəltdim ki, belə olsun. Çox sağ olun, qəşəng gününüz olsun. Bu azpulmant məni cana yığıb, nə qədər zəng gəlir mənə. Allah'ın olsun, dinçliyimizi əlimizdən alıb. Nə bilim, mən o işi görsəm, Allah çoxdan mən indi başıma oyun gətirmişlər. Bunlar nə? Hər gün ayrı-ayrı nömrələrdən 0-10. Ata qoy bir oxuyum nömrələrini. Bunların dəhşətdilər. Biraz əvvəl məni bu nömrə ilə yığıb azpulmant. Yata bilmədim, qoymadılar yatmağa. Plus 99 410 260 41 98. Nə istəyirsiniz? Nə verib alamırsınız? Ay az pulmat. Bezdiyə sizin əlinizdən. Qoy Vəfa ilə qutarım. Sonra sizə cinayət şaşdıracağım. Nə istəyirsiniz adamla? Azərbaycana şeydə gələcəm də, məhkəmə başlasın gələcəm. Yayda. İndi yoxdur məhkəmə. Pul qazanıram ya burada. Pul töküblər yığan lazımdır. Sən pul qoyub gedərsən. Ağdama da salamlar. Niyə Vəfa məni şikayət eləyəndə ona yazmırsınız iş verən? Mən şikayət eləyəndə yazıq canım. Haqq ədaləti düzgün eləyin də. Yəni mən sizi ədalətli bilirəm axı. Aha. Dedim də Tolik, dedim bayaq elə telefonda danışdıq. Orada indi video qoymuşam, baxın. Dedim yox, Tolik onu ərk elib deyir, gülə-gülə deyir. Onu qərəzlə demir, lağlağı ilə deyir. Mən dedim anan kimə görə gedibdir? O da gülməkdən ölüb deyir ki, düz deyirsən, mamam deyir, mənə görə gedib. Əslində bacısına görə gedib. Amma ki deyir, indi son vaxtlar deyir sənin əlindən. Əfət xanım, şər böhtan Rusiyada ciddi baxı 4-5 il düşür. Olsun əşi, mən elə 2 il də bəsdir. 2 il bəs eləyər. Çox da şey eləmə. Mən həmişə deyirəm. Tolik müğənnilərdən Vəfa ilə daha yaxındır, nəinki Zaurla Vəfa. Tolik niyə bir dəfə çıxardı burada? Qalmaqal eləmirdi. Eləmir. Deyir, mənə elə reyting lazım deyil. İndi Vəfa gəlsin. Gedib o Zaurun efirində danışır. Deyir, indi Zaur gəlsin, Vəfanı qutarsın bu işdən. Mən valla dalaşmıram. Özü çıxır, ad çəkmir. O hamam məsələsinə aid də video çəkmişəm. Meymun baxar güzgüyə, adını qoyar özgəyə. Onun o kişi tanıdığını mən kişi yerinə saymıram. O mənim yoldaşımın
Range Rover'in təkər qaraldanı olubdu, onun kişi dediyi qədər. Biz elə kişiləri kişi saymırıq. Mən müdürü qoyub qədəni sevəsi deyiləm ki. Vallahi. Marça yeməyim. Mənim boğazım quruyur axı, biraz şey olmuşam da, görürsünüz, dərman içirəm, xətrimə dəymə. Şəbnəmlə ayırıb, Şəbnəmə də video çəkmişəm. O Vəfa ad çəkmir, danışır, deyir ki, hamamdan kimisə yığıblar. Demir, hamama çağırıblar. Deyir, hamamdan kimisə yığıblar ki, oxuya bilərsənmi gəlib. Təbii ki, hamamda oxumaq yeri yoxdur. Orada da ad çəkmir qorxusundan. Bu səhifə adminləri götürüb Şəbnəmin şəklini qoyublar, məni qoyublar. Şəbnəm də özünə yaxın səhifələrdə öz adını çıxartdırıb məni saxlayıb üstündə. Ay səni. Bir dənə də içim. 5 ildə deyəsən, hə. Всё. Öyle yazmışdı. Mən də həmişə içib sonra oxuyuram instruksiyanı. Deyir ki 12 yaşdan yuxarılar 10 milli 4 razı в sutki. Sutkada 4 dəfə 10 millidən. Mən də 12 yaşdan yuxarıyam. Nə yaşım var ki? 18. Gəlirəm də, keçən dəfə də deyirdiniz, duxum var gəlir. Kör idiniz, yüzünüzə tüpürüm. Görmədiniz, gəldim, oğluma da toy elədim. Onu yazan sən, üzünə tüpürüm mən. Görmədin, kör idin. Hə, az qalıb Səmra xanım. Onu mən görüm, başından oynaçacağım. Mən deyirsiniz, niyə Rusiyada cinayət şaşdırımsa? Mən burada yaşayıram. Narda eləyim bəs? Hə. Bir şey, aydınlıq gətirin bir şeyə. Bu Vəfa demirdi ki, Pünhan məni yığıb, mən dərimlə gecə otururdum, bir ay bundan əvvəl. İndi də deyir, bir ildir boşanmışıq. İndi bu hansı ərinlə oturub onda? Bunun neçə əri var imiş? Bir də, o birisi nə idi ay Allah? Hə, üzüyü alıb demirdi, ərim mənə üzüyü alıb. Bir ayda öyləyik. İndi, deyir, bir ildir boşanmışıq. İndi gələ bilər Rusiya, 2 ay gələ bilər, 2 aydan sonra. Görəcəksiniz də, bəri başdan nə deyim? Bəri başdan mən nə deyim? Mən də Vəfa kimi boş-boş danışsam, onda mən afət yox oluram Vəfa. Yaşayarıq, görərik. Rusiyada yaşayan Azərbaycanlılar yazda toylarınıza biraz diqqətli olun. Çağırdığınız adama baxın, görün. Yox, çağırışa bəlkə gələcək, çağırışa gəlsə axtarış verilməyəcək. Çağırışa gəlməsə axtarış veriləcək. Salam. Cadu mənə keçmir. Tozlulara cadu keçmir. Vəfadan nə istəyəm? Vəfanın nəyi var? Nə istəyim? Nəyi var ki? Vəfa məndən nə istəyir? Bax, həqiqi ər məndə, həqiqi burun məndə, həqiqi göz qaş məndə, həqiqi saç məndə, həqiqi dırnaq məndə, həqiqi qulaq məndə. Mənim hər şeyim özümündür, yəni o məndən istəyər də. Yox, uduzsam üzür istəsəm demişdim, ay canım, uddum axı. Sonra da üzürümü geri götürdüm, kar idiniz, yoxsa kör idiniz. Bunu yazan şeydir, 60 yaşında qoca qancıq, qoca kaftar. Əl çəkmirik. Qəbizdə olur, əl çəkmir. Keçən dəfə nətər dedimsə getdi, bir həftə klinikada yatdı, qəbz oldu. Ər mənim, ağız mənim. Söyərəm də, öpərəm də. Yox, şirin. Vay o gündən ərin olmasın, başqasının ərinə ər deyəsən. Öz halal ərimi söyərəm də, öpərəm də. Sizə nə? Yox, sual verirəm. Ərinizlə dalaşmamısınız? Mən dalaşanda ağzıma gələn hər şeyi deyirəm. Yox, valla kəstirməmişim. Kökələndən burnum batır. Arıqlayanda belə qalıram. Yox, üzrümü geri götürdüm də canım. O işte mən humanistlik elədim, onu da indi başa düşmədinizsə siz. Sizə görə elədim ki, deyəsiniz sağ ol. Bu ağız mənim deyilmi?
Belə də deyərəm, belə də deyərəm. Məni heç kim məcbur eləməyib ki, udduğumu da efirdən göstərdim. Qalik yoldadır, gəlir. Hə, sabahdan yenə toylarımız başlayır. Qalikin biri burada, biri Azərbaycanda. Sizin müğənniniz bərk gedən müğənnidir. Yox, saçımı bugün yumamışam. Bunu ona görə qoydum ki, saçım sözümə baxmırdı. Bugünləri bir balaca özümə qulluq eləmişəm ki, sabaha qədər, toya qədər yaxşılaşım. İndi sizlə sağollaşandan sonra bunu yapışdıracağım birim bura. İkisini kürəyimə. İkisini kürəyimə. Hə, yaraşmır band. Nə olacaq ki? Bəyənəm. Eləmə dostlar. Studiya zəng gəlir. Ya da yox, gözləsinlər. Fanatlardır ya. Fanlarım hər gün bir dəfə keyfimi soruşurlar. Elza oxşursan deyəndə Elzaya nə olub ki? Elza səhnədə olan təbii ən gözəl müğənnilərdən. 3 gözəl müğənni varsa, biri Elzadır. Hələ vəfadan ötürü mənə bir kişi də yazmışdı. Qoy onun nömrəsini də göstərim burada. Prodüserimə yazıb. Prosta o da mənə atıb, skrin eləyib də. Tak. Göstərim, görüm nə yazıb. Vəfanın sevgilisi dostumdur. Əri demir, sevgilisi deyir. Bax, bax, bax. Nömrəsini də bura qoyacağım Vəfa. İstəyirsən apar bunu da. Məhkəməyə ver, bax, 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 bax. Dayanın ki, səbirli olun. Səbirli olun biraz. Hə, bunu biz şey atmışdıq. Prodüserimə dedim at. Bunu o adamdan gələn mesajı atdıq. Feyzdir, nədir ona? Mən düzgün adamam. Sadəcə sizin mehriban olmanız mənə lazım. Azərbaycanlı xanıma hörmət. Amma, hə. Bax, oxuyun bir dənə bax. Bax, 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 bunu oxuyun. Yazıb ki, Vəfanın sevgilisi çox mərifətli oğlandı. Mərifətli oğlandı. Xanımlara hörmətlə yanaşmaq lazımdır. Sağ ola təzə yeznə. Salamat təzə kişi. Təzə yeznədir. Mərifətli adamdır amma. Halal olsun. O bir uğraş gedib vəkil tutub məni məhkəməyə verdirir. Yəni sağ olsun bu. Sülh adamıdır kimdirsə. Bəli, bəli, var. Zaksım da var. İngilis dilində bilirəm, Rus dilində bilirəm. 2000 adam azdır. 10.000 adam olun, mən görün nə danışacağım. Paylaşaram indi. Orijinalını tapım. O gələn nömrəni Rus nömrəsindən gəlmişdi. Yo. Familiniz adını yazmayın. Famililik deyil. Deyirəm, təzə kişidə, təzə kişidən gəlibdir. Vallahi. Allah and olsun.
Bəlkə şəhər atırlar deyəmərəm, amma belə pis yazmayıb. Deyir ki, ikiniz də Azərbaycanlı xanımsınız. Onun deyir, sevgilisi mənim dostumdur. Subay qadın da özü dedi ki, boşanmışım. Ola bilər də, mən buna pis baxmıram. Subay qadın sevgilisi də ola bilər. Niyə də olmasın ki? Kör yox, keçəli yox. O kişi yerinə sayan varmı ki? Nədir o? Veyzi. Mən onu kişi yerinə saymıram. Niyə? Səbəbini də deyim sizə. Kişi olan kəs heç vaxt arvadını kimə görsə sındırmaz. Kişi ona deyirlər. Saksımı o qədər göstərmişəm. Bu deyir. O Vəfa Hacı Şakirin şampununun şəklini göstərib, instruksiyasını göstərib ki, bu da mənim deyir şeyim. Ölmüşəm gülməkdən. Gərək mən dil olardım. Gərək mən də ömür boyu yalan danışardım. Onda adam hörmətli olur. Oluram sən onu yazanların tayı. Adam tay olanda cərgədən qalmadı Allah. Gəlin. Burada yazanlar kimdir? Cücük-mücük, uşaq-muşaq. Tolik demiş, qonşunun Wi-Fi-ına şeyə girən. Gəlin. Zaksımı. Skırın eləyin götürün. Götürdünüz. Təvəllüdüm də burada deyil. Başqa vaxt deyirsiniz 60 yaş var. Görürsünüz 46 yaşım var. Gördünüz. Buradakılar kimdir ki? Hamınızı demirəm. O Nito yazanlar. Tula mula. O şeylərin tərəfini tutanlar da o tipli həyatın. Sizi demirəm ha. O tərəf tutanlar. Ekranımı tıklayın, xahiş edirəm. 33 min nədir? 100 min olaq çıxın buradan. Qaçsız akaz eləmişəm. Qayçım nə yekəlikdə gəlib çıxır. Şəkildə balaca görünür. Bəzi adamların sözünü bundan kəsmək lazımdır. Yazırlar bicdoğanların tərəfini tutanlar özləri də bicdoğan. Can var. Artıq Rusiyadakı Azərbaycanlılar bütün toyları bu il düz doğanlara veriblər, bicdoğanları gətirmirlər. Nənəmin zaksı olmasa da, ola bilər olub, ola bilər olmayıb. Mən sizə bir söyleyeyim. Nənəm öz subay kişi öz ərinlə, yəni o vaxt ki, kimdə zaks var idi ki, hamı öz ərinlə evlənirdi də, yəni kimisə əri deyil. Siz burada hinduşka ilə kruşkanı səhv salmayın, ay bicdoğanlar. Zaks olmamaq o demək deyil ki, bu kiminsə əridir, yox. Subay oğlan subay qızı alıb zaks kəstirməyiblər. İndi də ola bilər. Tərəfində deyiləm, amma ola bilər. Burada pis də baxmıram. Sənədində çatışmamazlıq var. Ya istəmir mal mülkü bölünsün əvvəla. Nəsə də bir şey ölsə, başına bir iş gəlsə, idarə etmə arvada keçməsin. Belə şeylər var. Ola bilər. Amma mən demirəm, kiminsə ərinlə nənəm gedib çaşqoloşqa oynamayıb. Düz doğanlar məni bəyənir, bəsimdir də. Başındakı nədir? Saçımdan səhər-səhər gördüm, gül çıxıb. Məni yandıran nədir? Bu bicdoğanın əl çəkmir mənim ərimlə. Yığır gecə sabah, indiyə qədər mən demirdim. Bu bicdoğan əl çəkəz mənim ərimlə. Ateldən yığır, belə dekolte koftada. Əl çək mənim ərimlə. Gələn səfər açıq deyəcəm hamısını. İndi çox həvəsim yoxdur bu şeyləri. İş görürəm. Əsas məsələ dünənləri şikayət ərizəsini yazdıq, verdik, icraata qəbul olundu. Yaxında cinayət işi açılıb. Ən gözəl gülən sonda güləndir. Yaxında cinayət işi açılıb. Vəfanın qolları qandallananda burada yazanlar var. Yazacaqsınız ki, yazıqdır. Bağışlayın getsin. İndi yazın, nə olar? Var ol, Səhavət bəy. Canım mənim, məndən kişilər qorxur, nəinki tüşülər. Heç kişilər mənə zəng vura bilməz. O halda olmuşdu onun dediyi o tüşü. O tüşü nədir? O kişidir ki, Petruşka. Petruşka mənə yığa bilər sizcə?
Ola bilər durar nəsə yığar, amma payın verərəm axı, onu cırımın cırt ayıraram, o məni heç kim nəsə əfsə almasın. Show biznesdə o əxlaqsız pozğunlara baxıb məni səhv salmasın. Ola bilər gedib ağzından özü hardasa qatıqlayır, başına oynaçaram, buradan şikayət eləyərəm, orada onu yaxşı dərisinə saman təpərlər. Ağıllı olsun o Petruşka. Sənə deyirəm, hə, Petruşka. Ağıllı ol. Mən sənə şey deyiləm. O birlər deyiləm. Başa düşdün? Ağıllı ol. Hamamda sənin arvadın ola bilər, qızın ola bilər. Əgər sən gedib özündən söz cütlüyüb burada danışırmışsansa, sənin qızın arvadın olar hamamda. Yəni, səhv salma kimlənsə. Bir də ki, kənarda o bic doğanların, bic doğuzdurduqların. Ağıllı ol. Əslində arvadının qızın günahı yoxdur, yox. Onları qatmıram. Amma hamamda sənin bic doğuzdurduqların olar. Şərəfsiz. Şey də yoxdur, bir normal video da yoxdur. Şəkildə zaten belə baş çıxıbdır promoy bədənindən. Adam biraz boğaz zadı olardan, belə. Belə vadalaska giyinəndə belə. Adama da oxşamır bu. Nə gündə də bu. Yenə bir adamı oxşayıb Allah dərd yardı, adamı yandırmaz. Tosmakunem şeydir, bu nə gündədir, o kişidir ki o. 50 dəfə demişəm, 50 dəfə. Hələ qoy yığım görüm bir dəqiqə. O şeydən nömrəsi olmalıdır bir dəqiqə. Qoyalım görüm. Bir prodüser dostumuz var. Həm bir dəqiqə. Yalçın salam. O Tosmakunem qədənin səndə nömrəsi varsa at bəri bir, bu canlıda bir yığım onu. Silif nömrələrini. Qorxudan. Qoy azca başım açılsın, onunla bağlı da mən bilirəm aidiyyatı qurumlara şikayət. Özdə it qorxağıdır. Bəlkə bu özündən çıxardım. Bu özündən çıxardım, onda gəlsin onun ağzını çırsın, payın versin. Düzdür, o ad çəkmir. Adama deyərlər, sənin adını çəkmirəm, bəlkə o birilərdir. Amma bu gün davası məndən də deyə. Mən özümü, bir də ki mən orada dedim ki, əgər məni nəzərdə tutub deyənin anası qəbirdə itən yatsın, ölüsünün goruna. Bəli. Yalan danışanın ölüsünün goruna it bağlayayım. Yalan danışanın. Mən də yalan danışıyorum. Yaş canlıma gir, canlıma. Afətlə doğru yoldasınız. Üzürlü sayın, ağzınızın suyu axır. Billəməm bunu dişləyəndə, amma üzürlü sayın, çünki boğazım quruyur. Mühüm məsələlərlə məşğulam burada. Nəysə, yeni video paylaşdım. Birinci deyəsən yaxşı tutmadı, çünki görünmür. Rusiyada görünür, Azərbaycanda görünmür. İkinci paylaşmışam təkrar. Girin ona çoxlu komment yazın, qoyun kəşf edə düşsün. Afətin fanatları 2600 nəfər. Qoy bunun 100 nəfəri bicdoğan olsun. 2500 nəfər bicdoğan ola bilməzik. 2600-dən 100 çıxdım da olsun bicdoğan. Haram xoşun olsun, apar. 2500 nəfər. Girin, yazın. Halal olsun, halal olsun. Düz deyirsiniz Afət xanım, düz deyirsiniz. Ağıllı adamın nə işi var musiqi ilə? Biri yazıb səndə çatmır. Ağıllı adamın, dostlar, musiqi ilə nə işi var? Bizim sahədə olanların hamısı əksəriyyəti dəyərlidir. Bizə deyil. Nə tərsən? Hə, canlıma bax. Hə, bilmirlər sənsən. TikTokdayam. O, Namik də buradadır. Eşq olsun, eşq olsun. Suyuna axa bilər. Amma nəzərə alın ki, boğazım quruyur. Məni istəyənlər damsı, o yazan əlləriniz ağrı görməsin. Öpürəm sizi. Abi məni düzəltdi. Yaxşı dərmandır. Öskürəyə qarşıdı. Bir balaca öskürürdüm. Yaman qrip gəzir. Hə, aldı görək nə dedi. Sonda onu da deyirəm ki, yeni qoşulanlar üçün.
dünən şikayət ərizəmizi icraata götürdülər. Şərifova Vəfaya Rusiyada cinayət işi açdırdım. 2 ay prosedur qaydadır. Hələ o baxılmalı, eləməli. Yəni indi gəlsə onu çağıran yoxdur. Bir ay, 2 ay problemsizdir. Ondan sonra çağıracaqlar. Demişəm ki, Vəfanın qoluna qandal vurulmalıdır. Qanunla, qanunla. Bəli. Onda burada o bəzi aparıcılar var deyə aparıb tırkalayırdılar. Onlar gəlib onda deyərlər ki, belə. Siz xahiş eləsəz bəlkə biraz insaflı olaram. Amma yox da şikayət getdisə mən bağışlasam da qanun bağışlayır.